France Press agentliyinin əməkdaşları da daxil olmaqla bir neçə jurnalist tərəfindən Macronun qaldığı otelin yaxınlığında 2 partlayış səsi eşidilib. Bildirilir ki, bombalardan biri zibil qutusuna, digəri isə Four Seasons otelinin yaxınlığındakı nəqliyyat vasitəsinə yerləşdirilib. Bununla belə, son xəbərə görə Fransa və Suriya liderlərinin geniş tərkibli görüşü keçirilib. Bundan sonra tərəflər təkbətək görüş keçirəcəklər. Suriya Daxili İşlər Nazirliyi bildirir ki, 2 əldə qayırma bombanın yaratdığı partlayışlardan sonra 4 polis əməkdaşı daxil olmaqla 18 nəfər yaralanıb. Birincisi yolun kənarında park edilmiş avtomobilin içinə, ikincisi isə zibil qutusuna yerləşdirilib. Beləliklə, hər iki deməli partlayışa görə artıq 4 nəfər polis əməkdaşı olmaqla bu hadisə nəticəsində 18 nəfər yaralanıb verilən son məlumatda deyilir. Həmçinin bildirilir ki, partlayış nəticəsində otelin qarşısındakı Turizm Nazirliyinin pəncərələri də sınıb. Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb edilib və təcili yardım maşınları gəlib, jurnalistlərin əraziyə girişinə icazə verilməyib. Partlayış səsi prezident kortejindən eşidilməyib. Qeyd edək ki, Macronun səfəri həmçinin Rodolphe Saad və Total şirkətindən Patrick Poyenin də daxil olduğu bir neçə fransız biznes liderinin müşayiəti ilə baş tutub əziz tamaşaçılar. Və onu da deyək ki, ötən həftə Dəməşqin mərkəzindəki bir kafeyə edilən bombalı hücumda 10 nəfər həlak olub. Onu da deyək ki, bazar ertəsi, yəni dünən Macron Suriya prezidenti ilə Dəməşqin mərkəzindəki restoranda nahar edib və sonra şəhərin mərkəzindəki məşhur Əməvi məscidinə gediblər və indi son məlumatlar da bundan ibarətdir ki, onun yerləşdiyi otelin yaxınlığında gördüyünüz kimi biri zibil qutusuna, biri avtomobilə yerləşdirilməklə 2 bomba partladılıb, nəticədə 18 nəfər yaralanıb.